Cüməyə yetişmək deyəndə, yəni o qəsd olunur ki, kim cümədə imam ikinci rükədə, deməli, rükuda olarkən, yəni daxil olmusunuz məscidə, namaza gecikmisiniz və baxırsınız ki, imam ikinci rükətdədir, rükudadır və başını qaldırmayıb. Elm əhli buyurur ki, əgər rükuda olduğun halda çatarsansa, imam rükuda olduğu halda çatarsansa, sən cümə namazına çatmış sayılırsan. Deməli, harada? İmam ikinci rükətdə rükuda olduğu halda. Və sonra, salamdan sonra bir rükət qalxıb, naqis olanı yerinə yetirirsən. Əgər yox, imam başını qaldırdıqdan sonra çatsan, artıq sənin üçün cümə namazını əda etmiş sayılmırsan və zöhr namazı niyyəti ilə qoşulursan. Zöhr namazı niyyəti ilə qoşulursan. Və elm əhli burada bir xırdalıq incəlik zikr edirlər. Və burada dediyimiz kimi zöhr namazı niyyəti ilə qoşulursan. Yəni elə ki, gəldin, gördün ki, imam artıq ikinci rükətdə qalxıbdır, sən zöhr namazı niyyəti ilə qoşulursan. Əgər yox, cümə namazı niyyəti ilə qoşulsan, o zaman o namaz sənin üçün nafilə namazı sayılır. Və sonradan qalxıb zöhr namazını əda eləməlisən. Çünki niyyət şərtdir. Ona görə diqqət eləyə bu məsələyə. Zöhr namazı niyyəti ilə qoşulursan və qalxıb imam bitirdikdən, salam verdikdən sonra yerdə qalan rükətləri tamamlayırsan. Yəni zöhr namazı 4 rükət.